but 8 iyun 2026-cı il səhər saat 9 Gürcüstan, Batum yaxınlığı Ureki qəsəbəsində Magnika Resortdan tərpənirik. Yeni Toyota RAV4-lərin testinə. Hər avtomobildə 3 nəfər olacaq, 2 Azərbaycanlı bloger, 1 nəfər instruktor gürcülərdən. Dünyada ən çox satılan SUV-nin test nöqtələrindən biri məhz buradadır. Avropada bu vaxta qədər 2,5 milyon, dünyada isə 15 milyondan artıq Toyota RAV4 satılıb. İnteryeri daha çox Toyota Prado stilistikasında olub. Bizə düşən maşınsa hal-hazırda ön ötürücü variantdır. Hibrid sistemin tam gücü 229 at gücüdür. At gücünü biraz artırıblar, amma ümumilikdə avtomobilin daxil yama mühərriki həmin 2,5 litrlik mühərrikdir. Toyota Safety Sense sistemləri təkmilləşdirib və ilk dəfə Toyota modelləri arasında Toyota RAV4-də 4-cü nəsil Toyota Safety Sense sistemləri var. Burada yəni aktiv təhlükəsizlik sistemlərinin kompleksidir.